Cinsi istəyi artırmaq üçün aptekə yox, marketə gedin. Günə sadəcə 40 qram təbii şokolad yeyin, problemsiz yaşayın. Bu alimlərin yeni iddiasıdır. Cinsi istək demişkən, prostat xərçənginin olub-olmadığını sadəcə tüpürcəklə biləcəksən. Evdə alimlərin yeni kəşf elədiyi cihaza tüpürməklə prostat xərçəngi riskinin olub-olmadığını müəyyən etmək mümkün olacaq. Telefon bizi daha necə şikəst edir? Daim çəkələ barmağı ilə telefonu bu cür tutanlar əməliyyatlı olurlar. Yeni xəstəliyin adı smartfon çəhrayı sindromudur. Telefonu bu cür tutmayın. Qulaqlıqla dinləmə qaydası 60-60. Yadında saxla, 60-60. Kar olmaq istəmirsənsə, musiqiyə fasiləsiz olaraq maksimum 60 dəqiqə, yəni 1 saat qulaq as. Üstəlik 60% səviyyədə və əlavə olaraq da 1 saat tamam olanda 10 dəqiqə qulaqlarını dincəlt. Bu həkimin məsləhətləridir. Dünyanın səslərindən məhrum qalmaq istəmirsənsə, əməl elə. Qulaq demişkən, Rusiyalı alimin maraqlı bir sözü bütün sosial şəbəkədə viral olub. O deyir ki, əgər qulaqların üşüyürsə, deməli böyrəyin xəstədir. Get, böyrəklərini yuxlat. Pomidoru sevənlər yığışın, söhbət var. Hər gün pomidor yemək sağlamlığa ziyanıymış. Bunu mən demirəm, Türkiyəli professor Canan Karatay deyir. Xüsusən də şəkər xəstələri pomidordan uzaq dursunlar deyə xüsusilə professor tənbih edir. Çiyələyi çoxumuz sevirik, amma heyif ki tez xarab olur. Alimlər isə narın qabağından 8 gün çiyələyi təptəzə saxlamağın üsulunu kəşf ediblər. Sən incidən xatirələrin var, yaddaşını silmək istəyirsən, onda bol-bol spirtli içki iç. Məsələ burasındadır ki, Neurology jurnalında nəşr edilən məqalədə deyilir ki, həftədə 8 badədən çox spirtli içki içənlərin yaddaşı silinir, sağlam düşüncəsi tamamilə yox olur və bu da azmış kimi arteriyaların qalınlaşması halları müşahidə olunur. Нормально все? Нормально говорю все. Zoopark işçisini ilan sancdı. 3 təcili yardım çağırdılar, yenə də xilas eləyə bilmədilər. Moskvada baş verən hadisə ilə bağlı araşdırma başlanılıb. Kofe sənə necə təsir edir? Bax, bəzi alimlər deyir ki, kofein xeyirdir, bəziləri isə əksinə xolesterin səviyyəsini yüksəltdiyini və ürək-damar xəstəlikləri yaratdığını deyir. Gəl bunu özümüz eləyək. Məsələn, elə burada sorğu keçirək. Kofe sənə necə təsir edir? Və unutma ki, kofeni nə zamandan içməyə başladığını da mütləq qeyd elə. Bir də əlbəttə ki, günə neçə fincan içdiyini mütləq yaz. Sağlam xülasə. Qismət.